Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünən günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu Kürdaxan qəsəbəsində güclü yanğın olub. Hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağalı qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb. Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb. Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib. Faktla bağlı araşdırmalar aparılır.